Süst uşaq sindromu nədir? İngilis dili ədəbiyyatda süst uşaq sindromu floppy baby sindromu adlanır və bizim uşaq nevrologiyasında ən çox narahat olduğumuz, qorxduğumuz və həyəcanla araşdırdığımız problemlərdən biridir. Süst uşaq sindromu əslində bədəni boş olan, inkişaf ləngiməsi olan uşaqlarda olan sindromlara deyilir. Yəni valideyn qeyd eləyir ki, doktor, mənim uşağımın bədəni sanki ət kimidir. Müayinə eləyəndə də biz görürük ki, uşaq başını saxlaya bilmir, bədəni ət kimidir. Boynu ya önə, ya arxaya atılmış vəziyyətdədir. Uşağı qucağımıza götürmək istədiyində sanki uşaq ət parçası kimi əllərimizin arasından sürüşür. Uşağı uzatdıqda uşağın ayaqları qurbağa vəziyyətində olur. Bütün bu əlamətlər boş uşaq sindromunun əlamətləridir. Səbəbləri isə yüzlərlə xəstəlik ola bilər. Əgər övladınız doğulandan 2-3 ay sonra bu cür süstlük hiss eləyirsə, bu sadəcə tonus azlığı deyil, ciddi xəstəliklərin əlaməti ola bilər və bunların arasında SMA dediyimiz spinal muskular atrofiya, onurğa beyninin ağır xəstəliyi xüsusi yer tutur. Odur ki, bu xəstəlikləri araşdırmaq və vaxtında diaqnoz qoymaq lazımdır.